Gəlin buraxılışa və bloka uyğun maraqlı bir sual izahına baxaq. Səhifəmizi izləməyi yaddan çıxarmayın. Bismillah, getdik. Soruşur ki, biri amonim kimi işlənə bilmir. Özünüz yəqin ki, öncə cavab verəcəksiniz, sonra bizdən yoxlaya bilərsiniz. Gəlin ismi. Bax, yazıb bura gəlin ismi. Gəlin ismi, yəni söhbət gəlin sözündən gedir də, insandan gedir. Bu söz başqa nə ola bilər ki? Müəllim, gəlin var. Gəlin feildir. Burada isim yazıb. İkiyə baxırıq. Tək sifəti. Tək sifəti məsələn tək adam. Hə, ola bilərmi? Ola bilər. Məsələn, sənin tək qoşma kimi işlənə bilər. Tək ona inanır, ədat kimi işlənə bilər. İşlənə bilər. Nəysə, yəni işlənə bilər qısasa. 2 ola bilər. Ona görə 2-ni götürmürsüz. 3-ə baxırıq. Artıq sifəti. Artıq sifət necə ola bilər? Məsələn, artıq məhsul. Düzdür? Sifət kimi. Bir də artıq heç kim ona inanmır. Deməli, işlənə bildi. Köməkçinin qısası kimidir. Yəni bu köməkçinin qısasının, əsasının qısasının amonimi olurmu, olmurmu? Onda yazılsın olar ki, qrammatik amonim. Məgər leksik amonim soruşulanda yazılır ki, ora leksik amonim. Yəni amonimi soruşursa, deməli hansı var onu götürəcəksən. Yazsa leksik amonim artıq məhdudlaşır və yaxud qrammatik yazsa artıq orada ayrılır ki, bu məsələ fərqli bir şey soruşur bizdən. Belə, əsər feilini soruşur. Əsər feilinin kökü başdan sonra mənə bilinir axı əsməkdir. Əsmək sözdə amonim olmaz. Ona görə əsəri amonim kimi götürməyəcəyiz. Amma əsər ismi desəydi olardı. 4-ü götürmür. Yəni bədii əsərlə əsər əlamət iz deyirik ya. Oradakı əsər amonim olar. 1 ilə 4 cavab götürdük. Əsir ismi. Əsir nədir? Girov. Başqa nədir? Heç nə. Başqa ola bilər ha, nə bilim külək əsir, hər nəsə belə deyə bilərik. O da amonim deyil, çünki başlanğıc forma amonim deyil, orada kök əsdir. Qısası amonim kimi işlənə bilmir. 1, 4 və 5. Düzgün cavabımız B variantıdır. Bu arada uşaqlar bizim onlayn olaraq dərs və sınaq qruplarımıza qoşulmaq istəyirsinizsə 055 597 0151-ə yazırsınız. Həm mətn qruplarımıza, həm sınaq qruplarımıza, həm dərs qruplarımıza 9 üçündə, 11 üçündə qruplarımız var. Qoşulub yüksək səviyyəli testlərlə imtahana hazırlaşa bilərsiniz. Bu qədər, hələlik, sağ olun.